13-cü sualın izahına baxarıq. 13-cü sualda bizdən simple, sadə isimlər istəyir. Sadə isimlər bildiyimiz kimi yalnız kökdən ibarət olan isimlərdir və onların üzərində biz heç bir leksik şəkilçi görmürük. Elə cavabımız A variantıdır. Ola bilər ki, burada abituriyentləri rive sözünün er hissəsi çaşdırmış olsun. Çünki bildiyimiz kimi leksik şəkilçi kimi er şəkilçisi var. Məsələn, teach feilindən teacher sözünü düzəldir. Amma yəni burada siz diqqətli olmalısınız. Ona görə ki, leksik şəkilçi hər hansı bir sözün üzərinə qoşulur. Bax, məsələn, burada teach feili var da, müstəqil mənalı feildir. Onun üzərinə biz eri əlavə edə bilirik. Amma rive sözündə biz er hissəsini əgər çıxası olsaq, riv deyə bir söz olmadığı üçün deməli rive sözü sadə isimdir. Bax, bunu bu cür yadınızda saxlayın. Yəni er şəkilçisi, er sözü sonluğu sizi çaşdırmasın. Demək 13-cü sualda düzgün cavab A variantıdır. B variantı niyə olmur? B variantında deməli carriage sözü düzəltmədir. Carry feilindən carriage düzəlt. Çünki burada age leksik şəkilçidir. Pollute çirkləndirməkdir. Pollution çirklənmə isimdir. Yəni düzəltmə isim yaranıbdır. Student sözündə study feili sözün köküdür və burada end leksik şəkilçidir. Information sözündə isə inform məlumatlandırmaqdır. Bu hissə isə leksik şəkilçi hesab olunur. E variantında isə demək discover kəşf etməkdir. Discovery kəşf, yəni nitq hissəsi baxımından isimə çevirir sözü. Düzəltmə isimə çevirir. Həqiqətən də bizim düzgün cavabımız 13-də A variantı imiş.